Salam dostlar. Bugün Roblox'ta parkur OB oynuyoruz. Uydu. Suratıma bak. Bu arada senin de yanımdadır dostlar. Salam dostlar. Bugün Muratla mən oynamıram. Murat'ı izləyirəm. Yəni Ayda. Muratla qəşəng bir car parking videosu da atdıq bayaq. Mafya polis. Onu da gedib unutmayın izləməyi. Unutmayın izləməyi. Murat sonunda qəşəng bir Evet dostlar. Biraz pis oldu sonları. Mən F2 idim. Murat da polis. Qəşəng bir Dostlar biz o videonu çəkmək üçün nə qədər əmək elədik. Dəhşət Evet. dərəcədə orada Muratla dava elədik ki, mən polis olum, sən olma, sən olma, mən olum, mən olmayım, sən olma. Yəni axırda Murat polis oldu, mən də mafya oldum. Murat məni yolda saxladı, mən də deyirəm, hayırdır la. Maraqlı oldu, yəni ki, biz də səni sevinərik. Bu mənə dedi ki, sən kimsən, mənim maşınım qırağını zatın cızdın. Dostlar, sizə də deyim, yaxın zamanda öz kanalımı açacağam. Öz kanalımı açanda Murat da deyəcək, yəni videolarında paylaşacaq yəni. Oğlum bu ne diye? Buradan tullamak olmur bura. Hop. Elə Murat. Anne. İçine tullanış varıymış. Yaxın zamanda öz kanalımı açacağım dostlar. Öz kanal Həsən 7897 kanalını bilənlər bilər. 200 abunə olmuşdum dostlar. Yəni əmək oldu. Hansı şərəfsiz sildi kanalımı. Çaldılar. Öz kanalım olanda Murat da açıqlamalarına qoyacaqdır kanalımı. Evet. İnşallah yadımdan çıxmasa koyarım. Murad indi nə oynayır, mənim başım çıxmır. Parkur. Obi. Qaçma şərəfsiz. Zipline. Severiz. Dostlar, mən daha çox öz kanalımda car parking videolar çəkəcəm. Amma opşu car parking çəkəcəm, Roblox çəkəcəm, Brawl Stars videolar çəkəcəm. Yəni Minecraft videoları da bilmirəm. Minecraft videoları da çəkəcəm, yəni inşallah, yəni. Yaxın zamanda kanal açılacaq. Evet. Mən fikirləşməzdim senin də öz kanalı olar. Öz kanalım var idi mənim, amma kimsə çaldı da, yəni. Mən heç vaxt fikirləşməzdim belə 70 abunəlik belə böyük bir hesabım olacağını. O qədər də böyük deyil də, senin 200 abunəlik hesabının yanında biraz böyük konuşdum. Dostlar, mənim bir dənə yandıq verən əmioğlum var idi. İndi adını deməyəcəm. Bizə 30 abunə olub hava atırdı. Və sonra mən həm ondan mənə də kanal açmağını istədim bu telefondan. Və o da mənə kanal açdıqdan sonra 9 abunədən yuxarı qalxa bilmirdim. Və bir anda sizin dəstəkləriniz sayəsində 30 abunə oldum. Sonra həmin videoda dedim 50 abunə olsam üzümü göstərəcəm. Üzümü göstərdiyim bir video var idi, amma onu baxanlar biləcək, çünki indi o video kanalda yoxdur. Mənim üzümü bəziləriniz görmüşdü. O videonu biz sildik. Evet. Çünki çoxunuz da görməsin deyə mən də yaxın zamanda car parking videoları, oyun videoları atacağım üçün üzümü də görməyinizi istəmədik, sildik. Mən öz kanalımda da Muratla videolar çəkəcəyik. Muradın kanalında da bir yerdə videolar çəkəcəyik. Şu anda biz zaten bir yerdə videolar yəni çox çəkmişik. Yəni Bu vaxta kimi Murad hardan 7 aydır YouTube çəkirik. Yəni mən iyunun 25-i çəkməyə başladım. Murad da iyunun 7-si. Muradın daimi əvvəlki Muradın təzə açdığı kanal əvvəlki olan izləyiciləri bilər. Muradın ilk videoları Delta Force videoları idi. bəli. O 2 dənə iyunun Onu məni çox yaxından takip edən takipçilərim bilər. Murad iyunun 7-sində başlayıb, amma ən birinci videosu iyunun 9-udur. Murad 2 dənə iyunun 7-sində 2 dənə Delta Force videosu atdı. Sonra o videoda dolayı kanalın banlandığı üçün onda kanalı bağlanmadı.
Onda özü sildi videolarını, çünki səssiz oyun videoları idi ona görə. Sonra car parking atdı. İyunun axırlarında, iyullu başlayan vaxtlarda Muradın kanalı banlandı və şeydi. Ondan sonra Muradın kanalda Səbəbsiz yerə, yəni ban yedim. 3 ay boyunca. Muradın kanalda sentyabrın 10'larında açıldı. Ondan sonra Murad təzədən video atmağa Yəni davam indi elədi. mən həm də ki bayağı bir zorlu bir vaxt keçirdirəm. YouTube-a uşaqlar başlayanda çox vaxt məktəbi buraxırlar məsələn. Sırf YouTube üçün məktəbi buraxırlar. Dostlar, biz YouTube'a daha az vaxt sərf edirik. Yəni həftədə bir dəfə YouTube çəkirik. Yəni belə baxmağınıza baxmayın. Məsələn, yayda biz daha çox video çəkəcəyik bu 5-6 aydan sonra dostlar. Məsələn, mən daha çox car parking videoları atacağam öz kanalımda. Muradla bir yerdə arada olur çəkir. Murad daha çox Goku videoları atır. Vaxtı ikən Muradla Roblox oynayırdıq ancaq. Yəni O Delta Force-dan sonra mənim Roblox yükləməyimlə mənim və Roblox bağımlılıq yaratmağı, Robloxda yəni bağımlılıq yaratmağı. Murad heç Roblox'un var olduğundan xəbəri yox idi. Bəli, mən deyirdim Roblox çox pis oyundur. Bir gündə Roblox onu öyrətdi, yəni oynayır da. Car parkingi də əlavə oynayırıq belə. Car parkingə biraz vaxtı az sərf eləyirik, bilirik onu. Yəni 1-2 ayda bir dəfə video gəlir də, yəni. Çünki yəni Mənim Nazımla oynayır Hüseyin. nə Nazımla oynayıram hə? Yəni Hüseyin istəyir, amma mən bəzən çəkmək istəmirəm. Yəni elə çox şey eləmirik məsələn. Biz məsələn dostlar, vaxtı ikən iyunun 18-də biz maşın paylayırdıq Muradla. Yəni onda da biz insanlara maşın vermək istəyirdi. Biz car parking oynayırıq dostlar. Biz car parkingi amma hiləli oynamırıq. Yəni bu tam hiləli car parking. Tam hiləli sayılmaz. Tam hiləli olsaydı sizə elə maşınlar verərdik ki dostlar. Dostlar, bir də biz car parkingdə elə bir şey qoşa bilirik ki, hiləli serverdan hiləsiz servera qoşa bilirik biz. Məsələn, hiləli oynayırıqsa, hiləsiz oyundakı insanlara qoşula bilirik məsələn biz. Məsələn, biz oyunumuzu Happy moddan yüklüyürük. Siz deyə bilərsiniz ki, Happy mod virusludur, amma virusludur, düzdür. Amma biz Yüklədikdən sonra silməlisiniz dostlar. Düz deyil. Car parkingi yüklədiniz və yaxud bir çox oyunu. Bütün oyunları oradan hiləli yükləyə bilərsiniz. Yüklədiniz, oyun qalsın, amma Happy modu silin. Yəni biz Happy modu necə yükləyə biləcəksiniz, onu da göstərəcəyik biz sizə. Hüseyin əslində köhnə bir hesabında göstərmişdi. Mənim kanalım, öz kanalım var idi, Hüseyin YSL. Onu indi hal-hazırda da bir kanalım var, amma o kanalı heç istifadə. Hüseyin YSL-dır o kanalın adı. Belə Brawl Stars'da Cordelius karakteri var onun profildə. Yəni istəsəniz gedib abunə ola bilərsiniz. Mənim o kanalı heç istifadə eləmirəm, onun 3 abunəm var yenində. Öz kanalım açılanda elə qəşəng videolar çəkəcəm ki, yəni Muradla bir yerdə də çəkəcəyik, maraqlı oyunlar çəkəcəyik, belə əyləncəli videolar. Bizim kanallarımız böyüsə, mən 1K abunə olsam, vlog çəkəcəm Muradla. Murad nə iddia qoyar onu bilmirəm amma. Ayda. Axırda bir də 3 dənə parkur qoyublar. Tullanamıram. Yəni sözün açığı biz o əmi oğlumuzun sözündən sonra bu kanallarımızı açdıq. Və indi mən 76 abunəyəm. Onun indi kanalı silinib hal-hazırda. Nəysə, çox danışmayaq da Roblox'umuzu oynayaq.
Şuradan yapışaq. Buradan gəl getdik qardaş. Buradan ben bir şey tullanmalıyım. Yox, mən VIP-li uşaq deyiləm. Hələ o qədər pul da yoxdur ki, para basım. Kasıbçılıq. Nə qayraq, yəni kasıbçılıq. Kasıbçılıqla deyil. Para basmaq istəmirik. Evet lan. Var mı lan Roblox? Oğlum bu Birazdan Murat da videosunu qurtaracaq dostlar. Yani biliyorum biraz kayıt uzun sürdü. Ama ben bu yeri geçeceğim. Tamam, buna son bir dəfə eləyirəm. Biz YouTube'u açdıq dostlar. Əyləncəli videolar çəkmək üçün. Biz bilmirdik bu qədər böyüyəcəyik biz. Mən fikirləşirdim mən heç 10 abunə belə olmayacağam, amma 200'ə çatdım. Mən bildim ki bunu bacara bilərəm. Murat da çabalayırdı. Murat az YouTube'dan məşğul olurdu. Murat heç video YouTube'dan məşğul olmurdu. Mən ancaq shorts videoları atırdım. 140 dənə videom var idi mənim. Hamısı shorts idi. Bir 10-15 dənəsi video idi eləcə. Yəni mən bilməzdim bu qədər böyüyəcək də. Muradın kanalına abunə olsanız da sevinərəm mən. Amma öz kanalıma olsa abunə olsanız daha çox sevinərəm. Niyə mənim kanalıma abunə olsalar sevinirsən? Sevinərəm, dedim ki sevinərəm, amma öz kanalım olsa daha da çox sevinərəm. Ne diyor? Ne diyor oğlum? Ne diyor? Oğlum ben bunun önünden geçmem. Ambulans. Videom Ne kutarak. diyor oğlum? Ben bunun önünden geçmem. Videonu kutarak artık. Bence hələ yox. Niye? Maraqlı olsun deyə ürəyim istəmir. Acı kutarak. Deyək ki, sağ olun dostlar. Ulan o